Hüseyin'in elemdarım, kardeşi vefadarım. Hüseyin'in elemdarım, kardeşi vefadarım. Vardır benim hacetim, gelmişem sana sarım. Vardır benim hacetim, gelmişem sana sarım. Ebel fazlin heybetin, gül cemalı gayretin. Ebel fazlin heybetin, gül cemalın gayretin. Alemi heyran edip çen giden şücaetin. Alemi heyran edip çen giden şücaetin. Azametli günbezin, hacet veren sen özün. Allah'ın dergahında kabuldur senin sözün. Allah'ın dergahında kabuldur senin sözün. Elemdar, elemdar, gel gel boyuma kurban. Derdi kalbime derman. Ebel fez, elemdar, zikredirem ben senin. Çıkartmam yandan beni. Elemdar, elemdar, gel gel boyuma kurban. Derdi kalbime. Elemdar, ebel fez, gel gel boyuma kurban. Derdi kalbime derman. Derdi kalbime derman. Bağışlayan ve mehriban Allah'ın adıyla. Değerli halkımız, əziz müsəlman, bacı ve kardeşlerimiz. Bax, her akşam olduğu kimi bu akşam da İş TV bir ay bir ömür adlı verilişimizle yine de evlerinizin qonağıyıq. Təbii ki 11 ayın sultanı mübarək Ramazan ayını yaşayırıq. Allah təbarək və Teala tuttuğunuz oruçları, kıldığınız namazları, verdiğiniz ehsanları, sədəqələri öz dərgahında qəbul eləsin. Mən bunu hər axşam, yəni bir rica olaraq sizdən xahiş edirəm. Səhifəmizə abunə olmağı unutmayın. Bizə mənəvi dəstək olun ki, biz də o ruh yüksəkliyi ilə xidmətinizdə olaq inşallah. Değerli izleyicilerimiz, bax,
Hər axşam bizim çox dəyərli qonaqlarımız olur və dəyərli qonaqlarımıza da gözəl suallarımızla müraciət edirik. Və bu suallar siz tərəfindən bizə ünvanlanır və biz də bu sorğuları ruhanilərimizə, ilahiyyatçilərimizə müraciət edirik. Və həmən ənənəni davam edərək bu axşam da bizim studiyamızın çox dəyərli qonağı var. Azərbaycanımızın sevimlisi, doğrudan da dəyərli ilahiyyatçımız və psixoloq Hacı Mircəfər ağa bugün studiyamızın qonağıdır. Ağa, xoş gəlmişsiniz. Xoş gününüzə gəlim. Allah uğurlu proqramlar, yayımlar, təbliğatlar nəsib eləsin. Çox sağ olun. Çox sağ olun, Allah razı olsun və Azərbaycanımızın sayılıb, sevilən, seçilən öz nohələri ilə, rovzələri ilə, mərşələri ilə artıq illərdir ki, xalqımızın xidmətində olan hamımızın əzzi Kərbəlayı Pərviz Hüseyni. Kərbəlayı, xoş gəlmişsən. Allah can sağlığı versin, oruc namazın qəbul olsun inşallah. Hacı, ilk sualı da belə başlayaq ki, mübarək Ramazan ayıdır. Ramazan, Qur'an və imamət. Bu haqda danışaq inşallah. Ramazan ayının sahibi olan Allah Taala'nın adıyla. İslam dini harmoniyadan ibarətdir. Vəhdətdən ibarətdir. Təsadüfi deyil ki, dinimizin adı tövhid dinidir. Birlik, vəhdət dini. Bu birlik, bu vəhdət İslam dininin bütün sahələrində özünü göstərir. Niyə bu mövzunu belə başladım? Çünki İslami şəxsiyyətlərlə, söhbət məsumlardan gedir. İslam dini arasında heç bir fərq yoxdur. Biz deyə bilərik Qur'an-ı Kərim, biz deyə bilərik Əhl-i Beyt, biz deyə bilərik İslam. Bunlar üçü də eyni şeydir. Təsadüfi deyil ki, Resulullah sallallahu aleyhi və səlləm ömrünün sonlarında Allah tərəfindən təhkim olundu ki, Əli əleyhissalamı öz yerinə təyin etsin, təkcə xəlifə olaraq yox, imam olaraq, mənəvi lider olaraq, yəni həm təşrii şəriəti Əli əleyhissalamı tapşırsın, həm təkvini idarə etməni, yəni nübüvvətin davamını Əli əleyhissalama tapşırsın. Əgər tapşırmasa, elə bil ki, İslam dinini gətirməyib. Ya eyyuhər rəsul, bəlliq ma unzilə iləykə min Rəbbik. Ey Peyğəmbər, ey elçi, Rəbbindən sənə nazil olanı çatdır. Əgər çatdırmasan, elə bil ki, Peyğəmbərlik etməmisən. Həmə bəlləqtə risalətə. Elə bil ki, Peyğəmbərlik etməmisən. Yəni, İslamın zəmanəti, təzmini, qarantı olan şəxsiyyət, Əli əleyhissalam, İslama bərabərdir. Niyə? Çünki o olmasa, İslam olmaz. İslam olmasa, o olmaz. Bunlar vahid, bir, eyni dəyərlərdir. Elə ona görə məsumdular. Məsum olmasaydılar, eyni olmazdılar. Resulullah sallallahu aleyhi və aleyhi həm Qədirxumda, həm başqa yerlərdə demədi ki, mən bir əmanət qoyub gedirəm. Qur'an-ı Kərimi, Allahın kitabını. Heç yerdə belə bir söz yoxdur. Buyurur, mən 2 əmanət qoyub gedirəm. Özdə ciddi əmanət, ağır əmanət. Qur'an və Əhl-i Beyt. İslam dini, bu yanlış təsəvvürdür ki, İslam dininin orijinal mənbəyi yalnız Qur'an-ı Kərimdir. Bu düzgün fikir deyil. Bəli, səhvdir. İslam dini Quran və Əhl-i Beytin kəlamlarıdır, hədisdir. Bunlar ikisi birlikdə İslamdır. Birini götürsən, o birini rədd etsən, 50% İslam olar. O da İslam deyil. Maalesef. Bəli. Çünki Quran-ı Kərimdə buyurur ki, İnnəd-dinə indəllah əl-İslam. Bütöv şəkildə Allahın yanında din İslamdır. Və yaxud buyurur, Əfətu'minunə bi ba'dil kitab və təkfurunə bi ba'd. Kitabın yarısına iman gətirirsiniz, yarısına iman gətirmirsiniz. Yəni, Quran-ı Kərim deyəndə ki, təfsilən li kulli şey, hər şeyin açıqlaması, təfsilatı Quranda var. Bu ayəni qəbul edirsiniz. Litubəyyinə linnəsi mə nuzzilə iləyhim. Peyğəmbər sənin borcundur, Quranı cəmaata izah eləyəsən, burasını qəbul eləmirsiniz.
Bu ayə deyil. Bunun rəvayəti zəifdir, sənədi zəifdir, əstəğfirullah. Yəni Qurani Kərim, hədis və Əhl-i Beyt əleyhissalam bunlar bütövdülər, vəhdət təşkil edirlər. Ramazan ayı İslamın ağla sığmaz önəm verdiyi bir dəyərdir. Mən sizə bir hədis deyim. Əli əleyhissalam buyurur, hədis də İmam Baqir əleyhissalamdandır. Uzun bir Ramazan ayı ilə əlaqədar xutbəsi var. Buyurur ki, Ramazan ayının başqa aylardan üstünlüyü biz Əhl-i Beytin başqa insanlardan üstünlüyü kimidir. Bilirsiniz bu nə deməkdir? Yəni Əhl-i Beytin məqamı Allah yanında o qədər ucadır ki, Allah Taala şəxsən, rəsmən onları bütün çirkinliklərdən pak edib. Ramazan ayının da fəziləti o qədər üstündür ki, bu ayda sadəcə oruc tut və günah etmə gecən gündüzün savabdır. Nəfəsin savabdır, yuxun savabdır, oyanışın savabdır, bir ayə, bir Quranın xətmidir, bir sədəqənin nə qədər savabı var. Ramazan ayının ilk niyyət gecəsi Allah Teala buyurur, bütün günahları bağışladı. Oruç tutanların bütün günahlarını bağışladı. Ramazan ayı haqqında Rasulullah sallallahu aleyhi və aleyhi buyurur ki, əməlləriniz bu ayda qəbuldur. İnşallah qəbul olar, yox. Qəbuldur, konkret. Belə bir fəzilətli aydır. Bu ayda Qurani Kərim nazil olub və Qurani Kərimin nazil olduğu ay, daha doğrusu gün, gecə Qədir gecəsidir. Qədir gecəsini bildirən surə Qədir surəsidir. İmam Muhammed Baqir sallallahu aleyhdən nəql olunur ki, Qədir surəsi ilə biz Əhl-i Beyti sübuta yetirin. Qədir surəsi ilə. Nəyə işarə eləyir? Rasulullah sallallahu aleyhi və səlləm Qədir surəsini oxuyurdu, tilavət edirdi və təfsir edirdi. Bismillahirrahmanirrahim. Mehriban, mərhəmətli Allahın adıyla. İnna ənzəlnahu fi leylətil qadr. Həqiqətən biz onu Qədir gecəsi nazil etmişik. Və mə ədraka mə leylətul qadr. Sən nə bilirsən Qədir gecəsi nədir? Leylətul qadri xayrun min əlf şəhr. Qədir gecəsi 1000 aydan xeyirlidir, üstündür. Diqqətinizə çatdırım. 1000 aydan nə qədər çox üstündə qeyd olunmayıb. Yəni biz elə düşünməyək ki, 1000 aydan məsələn 5 gün üstündür. 1000 aydan nə qədər çox üstündür bəlli deyil və nə qədər üstündə o da bəlli deyil. Sonra təfərrüata varır. Tənəzzəlul mələikətu və ruhu fiyhə biizni rabbihim min kulli əmr. Bu gecə, Qədir gecəsində bütün mələklər, o cümlədən Allahın yaratdığı böyük ruh, ruhun təfsiri nədir öz yerində? Hər nədirsə, hər kimdirsə. Rəbbinin izni ilə bütün işlərin idarəçiliyi nöqteyi nəzərindən nazil olurlar. Bura çatanda Rasulullah sallallahu aleyhi və aleyhi üzün tutdu səhabələrinə. Soruşdu. Sizcə mələklər Qədir gecəsi hara nazil olurlar? Kimə nazil olurlar? Dedilər, ya Rasulallah, təbii ki, sizə nazil olurlar. Mələklər sizin üzərinizə ilərdə. Həzrət buyurdu, çox gözəl. Məndən sonra Qədir gecəsi olmayacaq. Dedilər, olacaq, təbii ki, olacaq. Soruşdu, onda kimə nazil olacaq mələklər? Yəni, bu Qədir gecəsi bir dəfə nazil olmuş Qədir gecəsinin il dönümü deyil ki, hər il həmin Qədir gecəsi özüdür. Deməli, hər il mələklər nazil olur. Sual, Peyğəmbər sallallahu aleyhi və aleyhin dövründə Peyğəmbərə nazil olurdu. İndi kimə nazil olur? Onda Rasulullah sallallahu aleyhi və salladı ki, məndən sonra Əli ibn Əbi Talibə nazil olacaq, sonra Həsən ibn Əli, sonra Hüseyin ibn Əli ta axıra qədər. Və bu gündə dövrümüzün imamı, İmam-ı Zaman Cəllallah Teala Fərcəv Şərifə nazil olur. İmam Baqir Əsələm buyurur, belə sübut eləyin imaməti Əhl-i Beyti. Ki, əgər kimsə desə ki, indi diri imam yoxdur, sual, Qədir gecəsində mələklər kimə nazil olur? İmamət də birləşdi, Quran da birləşdi Ramazan ayında. Dolayısıyla Ramazan ayı həm Quranın, həm imamətin, səqəleynin birləşən aydır, səqəleynin ayıdır. Və nə acı ki, bu ayın elə bir gecəsində, 19-cu gecəsində vilayət şahı
Əmir əl-Mömin əleyhissalam da Allaha qovuşdu. Yəni zərbətləndi 20-ci, 21-ci gecədə bəli. Allah Taalaya qovuşdu, şəhid oldu. Yəni Kəbədən məscidə qədər bir ömür yaşadı. Kəbədə doğuldu, məsciddə şəhid oldu. Ramazan, Quran və imamət. Üçünün də missiyası eynidir, ambisiyası eynidir, marağı eynidir. Ramazan ayı nə üçündür? Paçlıq üçün. Quran-ı Kərim niyə gəlib? Pak etməyə. Əhl-i Beytin məqsədi nə idi? Pak etmək. Eyni hədəf, eyni məqsəd bu vəhdət dinimizin təməlidir. Hacı, Allah razı olsun. Allah Allah var kömək etsin. olsun. Çox gözəl və dolğun bir cavabla Seyyidimiz bizi cavablandırdı. Bir ay, bir ömür adlı verilişimiz davam edir, amma verilişimizi mən dəyərli məntahımız Kərbəlayı Pərviz Hüseynidən gözəl bir ilahi alaq. Buyurun Kərbəlayı. Ya Əli yazdı, dərk etməz əlini, kimin idrakıda yazdı. Bir dəfə ona canı fəda eyləsəm azdı, min yol ona can verməyəmin canım olaydı. Min yol ona can verməyəmin canım olaydı. Gülsüz qala bilməz axı bülbül qəfəsində. Mən də yaşadım yarımı görmək əvəsində. Noleydi xuda qəbrimin əvvəl gecəsində. Kaş ki əlinin nuru nigahbanım olaydı. Kaş ki əlinin nuru nigahbanım olaydı. Olaydı əli bir dəfə mehmanım olaydı. Olaydı əli bir dəfə mehmanım olaydı. Məşhərdə mənim dərdimə dərmanım olaydı. Məşhərdə mənim dərdimə dərmanım olaydı. Gəl mən danışım bir sənə eşqin əzəlinlər. Min dəfə gözəl hüsnüdə dünya gözəlinlər. Yox məndə ləyaqət öpüm o şahın əlindən. Bari qədəmindən öpənim şanım olaydı. Bari qədəmindən öpənim şanım olaydı. Olaydı əli bir dəfə mehman
Resulallah dedi ey kaş Musa'ya ne cür ki elədin Harunu qardaş Mən çin çətin anlarda verəydin elə sirdaş Arxamda yanıb cəngidə aslanım oleydi Noleydi Əli bir dəfə mehmanım oleydi Noleydi Əli bir dəfə mehmanım oleydi Noleydi Əli bir dəfə mehmanım oleydi Məhşərdə mənim dərdimə dərmanım oleydi Məhşərdə mənim dərdimə dərmanım oleydi Çox sağ olun mənim dəyərli qardaşım. Allah səsvə və ömrüvə, Allah razı olsun, imanına siz sağ bərəkət olun. versin. Sağ olun. Səsiz daha da ucalardan gəlsin inşallah. Sağ olsun. Bəli, İşTV bir ay, bir ömür adlı verilişimiz və səhifəmizə abunə olmağı unutmayın. Bəli, sevgilimiz hər dəfə bizim əlimizə düşmür. Allah ona can sağlığı versin. Ağa, daha bir sualımız var. Sizə Ramazan ayı ziyafət adlanır. Bəli. Ziyafət də gərək qonağa uyğun olsun. Acılıqla necə ziyafət ola bilər? Bu acılıq necə ziyafət gətirə bilər? Ziyafətdə bu acılıq və ziyafət bu barədə biz danışaq inşallah. Bu Resulullah sallallahu aleyhi və aleyhin Şəbaniyə xütbəsindəndir. Burada qad aqbələ iləykum şəhrullah du'itum fihi ilə ziyafətillah. Allahın ayı sizə üst tutub və bu ayda Allahın ziyafətinə dəvət olunmusunuz. Əvvəla Allahın ayı ifadəsi çox əzəmətli ifadədir. Çox böyük arif, filosof, müfəssir, böyük alim, yəni nəhəng elmə, irfana malik bir şəxsiyyət gözəl bir söz deyir. Deyir ki, niyə Resulullah sallallahu aleyhi və aleyhi demədi Qəd əqbələ iləykum şəhrül rəhman, rəhmanın ayı. Qəd əqbələ iləykum şəhrül xaliq, xaliqin ayı. Şəhrül raziq. Dedi, şəhrullah, Allahın ayı. Çünki deyir, Allah adı Allah Taala'nın digər yüzlərlə, minlərlə adının mənalarını, hikmətlərini və xüsusiyyətlərini özündə cəmləyən addır. Yəni desəydi Rəhman ayı, Ramazan ayı olardı mərhəmət ayı. Desəydi Kərim ayı, Ramazan olardı alicənablıq ayı. Desəydi Ruzi ayı, amma Allah ayı, yəni Allah Taala bütün sifətləri ilə təcəlli edir bu ayda. Mərhəmətin sonu yox, xaliqiyyətin sonu yox, rəzzaqiyyətin sonu yox, bağışlamağın sonu yox, şəfa verməyin sonu yox, dua qəbul etməyin sonu yox, genişləndirməyin, bilmə. Allah Taala, Allah təcəlli edir bu ayda. Bütün sifətləri, bütün adları ilə. Və belə bir varlığın ziyafətinə toplaşmışıq. Du'itum dəvət olunmusunuz, yəni fərd olaraq dəvət olunmuşuq. Bizim bir çox dəvətimiz var Allah Taala tərəfindən. Əvvəla bu dünyaya bizim hamımız dəvət olunmuşuq. Şəxsən. Heç kəs diqqətdən kənarda qalmayıb. İnsanların barmaq ucları ki, fərqlidir bir-birindən, bu Allah Taalanın dəvətnaməsidir. Yəni, hər bir insanı şəxsən dəvət eləmişəm. Heç kəs kiminsə yanında gəlməyib, kiməsə görə, hər kəsi şəxsən, yəni sayıb dəvət eləmişəm bu dünyaya, əhəmiyyət vermişəm. Hədis-i qüdsüdə də var ki, Allah Taala buyurur, mən sizin hər birinizlə elə davranıram, elə məşğul oluram, sanki səndən başqa heç kəsi yaratmamışam. Səndən başqa bəndəm yoxdur. Hərənin özünə görə biləcək. Amma necə özünə görə? Səndən başqa bəndəm yoxdur. Bəndəm. Bilirsiniz bu nəyə bənzətmək olar? Biraz təşbih yaxşı olmasa da, daha yaxşı şəffaflaşması üçün lazım olar. Baxın, bir övladı olan ailə övlada daha çox diqqət yetirə bilər, ya
5-6 övladı olan ailə. Təbii ki, bir övlad Təbii ki, olan buyurun. ailə. Allah Teala buyurur, hər birinizlə elə davranıram, elə bil ki, səndən başqa bəndəm yoxdur. Hımm. Hər şey Tamam, səninlə idi. tamam, Amma gözəl. sənin tərbiyyən üçün ha, kefin üçün yox, kamilləşməyin üçün. İslah olmalıdır. Sən mənimlə elə davranırsan, elə bil ki, hamı məndən başqa sənin Rəbbindir. Oy, Mən səni baş planımda saxlamışam, oy, oy, oy. sən məni 100-cü yerdə saxlamısan. Aynen. Hamımızı şəxsən dəvət eləyib bu dünyaya. O alim gözəl bir müfəssir var, buyurur ki, qiyamət günü haqqında Quran ayəsi gəlir deyir ki, İzəş-şəmsu kuvvirət və idən nucumun qədərət və idəl cibalu suyyirət. Ulduzlar sönəcək, günəş sönəcək, göy, səma bir belə bükülmüş kağız parçası kimi büküləcək, dağlar, yer, göy, hər şey qaralacaq. Niyə? Buyurur, çünki bunlar hamısı bəzədilmişdi, yerə fərş döşənmişdi, ərşə bəzək vurulmuşdu, misbahlar, ulduzlar, günəş, ay, planetlər, hərəkətlər, külək, dağ, dərə, su, okean qonaq gəlib. İnsan adlı qonaq gəlib. İndi bu insan çıxır bu dünyadan. Günəş nəyə lazımdır? Yığışdırın. Söndürün, lampaları yığın. Xalça-palazı yığışdırın. Hər şeyi yığışdırın, çünki qonaq getdi. Hər şeyi Allah bizə görə yaradı. Və həmin Rəbbimiz il boyu bizim günahlarımıza səbirlə tamaşa eləyir. Deyir, yazıqdırlar, qoy bunlara bir dənə amnistiya ayı, bir mərhəmət, bir qonaqlı verin bunlara. Alimlərdən biri buyururdu, Allah Teala elə bil ki, bu ayda tor atır. Görüm hansı balıq biraz yekəlib, kamilləşib, o düşsün toruma. Balazlar düşməyəcək, amma o tora düşmək, o ovlanmaq məsələsi var. Du'itum ila ziyafətillah. Bu ayda Allahın ziyafətinə şəxsən hər biriniz dəvət olunmusunuz. Kim bu ayda niyyət edib oruç tutursa, hər kəs özü boyda. İndi mənim kimlərin orucu aclıq aksiyasına bənzəyir. Amma elə adamlar var ki, elə oruç tutur ki, gözü də orucdur, ağzı da orucdur, qulağı da orucdur, qəlbi də orucdur, ruhu da orucdur. Hər kəs özünə görə Allahın qonağıdır. Sualı gözəl dediniz ki, qonaqlıq qonağa uyğun olmalıdır. Gəlin bunu mübahisə edək ki, qonağın yaraşanı nədir? Qonağa uyğun nədir ümumiyyətlə? Biz elə bilirik qonağa uyğun al-əlvan süfrələrdir. Əvvəl Allah Teala bizi aç saxlamır, bizim bu şuuraltımıza dolub bir günorta yeməyi vermir də, yəni qalan yeməkləri verir. Şəhər yerində. Səhər də verir, axşam da verir. Axşam da səhərə qədər dayı, maşallah dayanmırıq ki. İkincisi də Allah Teala bizim ruhumuzu qonaqlığa dəvət edib, cismimizi yox ki. Buyurur ki, ruhunuz gəlsin, qidalansın. Yəni ruhunuz dünyadan biraz kənarlaşsın, az yeyin, az danışın, az aqressiya yaşayın, az qəzəblənin, biraz mənəviyyat qapısı açılıb, rəhmət qapısı açılıb, biraz ruhunuza nələrsə süzülsün, bir boxçanı doldurun. Təsadüfi deyil ki, Ramazan ayının bayramı ki gəlir, o demək deyil ki, aycan yemək içmək başladı. Yox. Onun mənası budur ki, əlhəmdülillah bir ay oruç tutduq, indi mükafatımızı alaq, bayramlığımızı alaq. Nə yığmışıq bu Ramazan ayında? Əldə nə etmişik? Onları yavaş-yavaş Allah Teala versin bizə. Ona görə də İmam Zeynəl Abidin Əleyhisselam Ramazan ayı bitəndə əzizi ölmüş adam kimi hönkür-hönkür ağlayırdı, saxlaya bilmirdilər. Buyururdu, getdi. Şəhrullah getdi, Allahın ayı getdi. Ramazan ayı getdi, əlimdən çıxdı, bitdi. Bir də gələn il ya olacaq, ya olmayacaq. Ola bilər Ramazan ayının bəzi diskomfort vəziyyəti bizə xoş gəlməyə. Amma bizə Allah Teala bu ayda elə bir nemət verir, çox nemət verir ha, həm də elə bir nemət verir ki, o neməti biz də başa düşürük. Nədir o? Başqa aylarda Allah bizə deyir ki, haram işlər görmə, deyir ki, ilahi, əff elə, bacarmıram. Günah eləmə, bacarmıram. Harama getmə, bacarmıram. Allah Teala bu ayda bizə sübut edir ki, yalan deyirsən, bacarırsan. Lazım olsa nəinki haramlardan, halallardan dərs çəkərsən. Bax, 11-12 saat, 13 saat,
Hər şeydən su içmirsən, Susuz hə, da qalırsan. hər şeydən uzaq qalmısan ki, birdən orucun batıl olar. Buyur Allah Teala buyur mən sizdən bunu istəyirəm il boyu. Həmişə diqqətiniz məndə olsun ki, birdən orucunuz, mənəvi orucunuz batıl olar. Oruc sözü Azərbaycan sözüdür. Yəni daha doğrusu Azərbaycan dilində işlədilən sözdür. Və çox maraqlı bir mənası var. Məsələn, ərəblərdə savmdur, Quran-Kərimdə savm keçir, imsak keçir, farslarda ruzə keçir, ruslarda uruza. Azərbaycanda oruc. Oruc sözü uruc sözündəndir, meyrac sözündən. Yəni qalx, yüngülləş qalx, mənəvi qanad al qalx, uruc elə, meyrac elə göylərə. Necə ki, namaz müminin meyracıdır, oruc da bu şəkildə, bu ziyafətdə müminin meyracıdır. Hacı, Allah sizdən razı olsun. Allah sizi var Allah etsin, var köməyiniz etsin. Dəyərli izləyicilərimiz doğrudan da bugün dəyərli psixoloq həm ilahiyyatçı Hacı Müzəffər ağadan düz onun söhbətlərindən doymuruq, amma vaxtımız məhdud olduğu üçün Hacı mən bir daha sizə dərin Mən təşəkkürümü təşəkkür bildirirəm. edirəm. Kəvəla Mən daha Pəri da sonsuz təşəkkür dərin edirik. təşəkkürümü bildirirəm. Allah sizi qorusun. Çox Belə sağ olun. dəyərli qardaşım Pərviz Hüseyninin gözəl bir ilahisi ilə sabah bu vaxta qədər sizlərdən ayrılırıq. Allahın amanında olun. Amin. Oruc namazınız qəbul olsun. Sağ olun, salamat qalın. Her hakikatin beyanı La ilahe illallah'tır Kamil eyleyen imanı La ilahe illallah La ilahe illallah Zerre zerre hücrelerin kudretindedir kaderin Hem evvelim hem ahirim La ilahe illallah La ilahe illallah Mezunların duasında, abidlerin ihlasında Yer ile göğün arasında La ilahe illallah La ilahe illallah Mezunların duasında, abidlerin ihlasında Yer ile göğün arasında La ilahe illallah La ilahe illallah Doğru yolun misbahıdır, könüllerin islahıdır Hakkın aman dergahıdır La ilahe illallah La ilahe illallah Esen külekler, yağışlar, ağızlar üstünde kuşlar Zikreleyir dağlar, taşlar La ilahe illallah La ilahe illallah Mezunların duasında, abidlerin ihlasında Yer ile göğün arasında La ilahe illallah La ilahe illallah Mezunların duasında, abidlerin ihlasında Yer ile göğün arasında La ilahe illallah La ilahe illallah Ariflerin tekvasıdır, müminlerin hilasıdır Peygamberler mirasıdır La ilahe illallah La ilahe illallah Hem adalet hem itaat Hem itaat hem ibadet Hem ibadet hem saadet La ilahe illallah La ilahe illallah Mezunların duasında, abidlerin ihlasında Yer ile göğün arasında La ilahe illallah La ilahe illallah Mezunların duasında, abidlerin ihlasında Yer ile göğün arasında La ilahe illallah La ilahe illallah Diline
şirin sedası, gözlerimizin ziyası, ruhun aramlık libası. La ilahe illallah, la ilahe illallah. Ey Müslüman ümmetimiz, bölünmesin milletimiz, daim olsun vahdetimiz. La ilahe illallah, la ilahe illallah. Mezlumların duasında, amirlerin ihlasında, yerle göğün arasında. La ilahe illallah, la ilahe illallah. Mezlumların duasında, amirlerin ihlasında, yerle göğün arasında. La ilahe illallah.